Demək, icazə verərsiniz. Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV-də AFFA U12 liqası Qarabağ FA görüşünü sizlərə təqdim edirik. 9-cu turun A qrupunun görüşüdür. İnanırıq ki, hər iki komanda bugün gözəl futbolla yadda qalacaq. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə qonaq komanda FA-dan başlayırıq. Qapıda 1 nömrə Hüseyin Qurbanov, 6 Nicat Həsənli, 8 Turan Aslanov, 9 Yusif Rəhmanov, 10 Murad Abbasov, 11 Hüseyin Ağa Hüseynov, 18 Renat Kərimli, 22 Elmir Budayev, 3 Əli Məmmədli komandanın baş məşqçisi Vüqar Əskərovdur. Ehtiyatda 3 oyunçunun adı bizlərə göstərilib. Qapıcı Səid Babayev, 55 Uğur Quliyev, 44 David Qəhrəmanlı. Qarabağda 1 nömrə Tamirlan Baytalov, 5 David Pavlov qapıya zərbə indirilir. 9 Ömər Şirəliyev, 8 Hüseyin Əliyev, 11 Elcan Qubadlı, 15 Əli Mehdiyev, 16 Yusif Cəbrayilsoy, 22 Mirəli Ağalarov, 23 Məhəmməd Yusifli komandanın baş məşq Şöhrət Yusifli gəlir. FA-nın bu hücumunu izləyək. Qapıya zərbə və top qapıda da hesab açılır. Görüşün ikinci dəqiqəsində Hüseyin Ağa Hüseynov topu Qarabağın qapısından keçirir. Qarşılaşma qolla başladı. Muradın ötürməsinə baxın. İniesta ayağı gözəl ötürməli yətdi qalır. Oyundan kənar vəziyyətdə yox idi və uzaq küncə dəqiq zərbə indirir. Görək Qarabağın vurulan bu qola cavabı necə olacaq? Görüşü idarə edən hakimləri isə təqdim edim. İxtiyar Aydron və Murğuz Ağayev. Qarabağın digər oyunçularına isə təqdim edim. 12 Ülvi Həsənzadə, 14 Telman Hacıyev, 7 Furqan Hüseynov, 9 Bəxtiyar Əzimov, 10 Kərim Topçubaşov, 6 İbrahim Abuşov, 18 Əli Bayramlı, 21 Alixan Abdullayev, 17 Şakir Muradov, 3 Yusif Süleymanlıdır. David Pavlov topu irəli vurur. Nicat Qarabağın hücumunun qarşısını kəsir. Muraddan daha bir əla bir ötürmə. FA oyuncuları ikinci qolu vurmağa yaxınlaşırlar. Diqqətlər yox, hakim davam işarəsi verir. Yusif yerdə qalmışdı. Hakim bildirir ki, burada hər şey qaydalar çərçivəsində baş verdi. Əli Mehdiyev topu irəli vurur. Ömər Qarabağın 9 nömrəsi çox sürətlidir. Ömər Şirəliyev içəriyə doğru ötürmək yox. Qapıya zərbə vurmaq olmadı. Həmin epizodda Mirəli və Elcan hər ikisi əlverişli mövqeyidir. Yenidən Ömər Şirəliyev öz sürətini işə salıb bu dəfə içəriyə doğru ötürmək, yenə eyni senaryo. Bu epizodda bir-birlərinə mane oldular. Cəlmə zərbəsini Məmmədli yerinə yetirməlidir. Hakimlə işarə gəlir. İçəriyə doğru ötürmə. Elcan qarşılayır. İləriyə doğru ötürmə Mirəli istiqamətinə. Mirəli Ağalarov komandanın 22 nömrəli futbolçusu Əli ona qarşı oynayır və penalti. Qarabağ hesabı bərabərləşdirmək üçün gözəl bir imkan qazanıb. Elcan Qubadlı penaltini o yerinə yetirəcək. Səhv etmirəmsə, Gol TV-nin iştirak etdiyi oyunlarda onun 4 qolu var. Bu isə onun 5-ci qolu ola bilər. Komandanın 11 nömrəsi. Görək Hüseyin Qurbanovun qapısına yol tapa biləcək mi? Hakimlə işarə gəldi, qapıya zərbə hesab bərabərləşir. Elcan dəqiq zərbə ilə topu tora göndərir. Mehdiyev outdan kimi ötürəcək? Şirəliyev. Elcan. Elcandan Allahca hərəkətlər yaxşı oynayır bu epizodda. Hüseyin sağlı oynayır. Əli. Yenidən Ömər Şirəliyev.
Ömer'dən içəriyə doğru daha bir ötürmə və bu dəfə qolla nəticələnir. Bu dəfə də içəridə Mirəli və Elcanı görürük. Elcan Qubadlı özünün və komandasının ikinci qolunu vurur. Amma bu ötürməyə afərin düşür. Necə də səliqəli şəkildə dəqiq bir ötürmə idi. Bu epizodda Elcana qol vurmağa heç kim mane olmurdu. Ağalarov sürətlidir. Az öncəki epizodun təkrarını izləyə bilər. İçəriyə doğru ötürmə və bu dəfə top qapıya daxil olur. Ömər Şirəliyev qarşılaşmaya çox yaxşı başladı. Onun bir qolu və bir məhsullar ötürməsi var. Biz Efan heyətində Toğrul Nəcəfovu və Harun Mehdiyevi görə bilmirik. Onlar da meydanda olsaydı çox gərgin bir qarşılaşma izləyəcəkdik. Ağalarov solda oynayır. Elcan Qubadlı topa bəli meydanda saxlaya bilir içəriyə. Yerdə ötürmə Mirəli Ağalarov. Qarabağ daha bir gol vurur. Qapıdan zərbə ilə top oyuna daxil edilir. Efa komandası buraxılan qollardan birinin əvəzindən çıxmağa çalışacaq, irəliyə doğru ötürmə izləyirik. Əla Telman. Telman irəli oynadı. Kərim Topçubaşov. Kərim Furqanla oynayır. Oyundan kənar vəziyyəti yoxdur. Furqan qapıya zərbə. Qarabağ daha bir gol vurur. Kərim Topçubaşovun ötürməsindən sonra Furqan Hüseynov. Qarabağın 7 nömrəsi. Kutayev. Yaxşı oynayır bu epizodda. Yusuf geriye oynuyor. İrəliyə doğru ötürmə. İndi Efa futbolçuları topu qazanılan Muratdan aşırma zərbə. Əla bir gol izləyirik. Murad Abbasov buraxılan qollardan birinin əvəzi çıxılır. Yəqin ki Muradın vurduğu bu gol, Gol TV-nin çəkiliş etdiyi oyunlarda vurulan ən gözəl 10 gol sırasına daxil ediləcək. Aşırma zərbə ilə gözəl gol vurur. İkinciden zərbə ilə Qarabağ oyuncuları Kərim Topçubaşov top oyuna daxil etməlidir. Bu dəqiqələrə qədər onun bir məhsullar ötürməsi var. İçəriyə başla qapıya zərbə və Butayev burada nələr edir? Bir anlıq Luis Suarez xatırlanır. Uruguay heyətində olarkən golun qarşısını kəsmişdi. Kərim Topçubaşov görək bu penaltidən istifadə edə biləcəkmi? Komandanın 10 nömrəli futbolçusu topa yaxınlaşacaq. İlk hissənin də sollarına doğru gedir. Kərim hakimdən işarə gəldi. Qapıya zərbə. Qarabağ daha bir gol vurur. Kərimin də bugünkü oyunda bir qolu və bir məhsuldar ötürməsi var. Tamirlan. İrəliyə Şakirdən. Qarabağ soldan. İçəriyə doğru ötürmə. Tərs bir toxunuş qapıcı. Hüseyin. Bu topun qapıdan keçməsinə mane olur. Efa pressing təqdim edir, amma Qarabağ bu pressingdən çıxmağa bacar. Furqan istiqamət ötürmə yoxdur oyundan. Kənar və Furqan qapıcını keçə bilərdi, amma Kərim qapıya baxdı. O topu qapının yanından vurur. Qarabağ artıq təzyiqi bir qədər də artırıb. Qeyd etdiyim kimi Efan heyətində Toğrul və Harun olsaydı biz bugün başqa bir oyun izləyirdik. Şakir. Renat ona qarşı oynayırdı. Qapıdan zərbəyə hakim işarə verir və ilk hissəni də başa çatdığını bildirir. Qısa fasiləyə ayrılır.
İkinci hissə başladı hörmətli tamaşaçılar. İlk hissədə qapılara vurulan 8 gol var ki, onlardan 6'sı Qarabağın, ikisi EFA-nın payına düşür. Murad, qapıya daha bir zərbə. İlk hissədə olduğu kimi ikinci hissəyə də EFA hücumla başladı. Məhəmməd, Ömər. Ömərdən içəriyə doğru ötürmə. Elmirə dəyən top meydanı tərk edir. Bu oyundan sonra Fenerbahçe və Sumqayıt kollektivləri üz-üzə gələcək. Turun mərkəzi oyunu isə U12 liqasında Neftçi, Sabah və Ulduz kollektivləri arasında qapıya zərbə. Top toru çöldən silkələyir. Ülvi Qarabağın heyətində qapıçı dəyişikliyi baş verdi. Onu da sizin diqqətinizə çatdıraq. Furqan. Qarışıq bir vəziyyət var və Elmir topun qarşısını kəsir. Bugün Elmir komandası üçün çox çalışır. Zədələndi, oyuna qayıtdı və komandasını bir neçə dəfə qoldan xilas etdi. Elmir Budayev. EFA hücumdadır. Murad yerdə qalır. Hakim isə bəli, penalti təyin edir. Qarabağın qapısına penalti vurulmalıdır. Hakim isə bugün artıq 2 dəfə penalti təyin edib. Hər iki zərbəni Qarabağ yerinə yetirmişdi. Elcan Qubadlı və Kərim Topçubaşovun zərbələri dəqiq olmuşdu. Bu dəfə isə bu penaltidə dəqiq zərbə ilə yekunlaşır Renat Kərimli. EFA-nın 3-cü qoluna imza atır. Görüşün də artıq sonlarıdır. Yəqin ki, hakim qarşılaşmanın başa çatdığını bildirəcək. Bitdi oyun. Hörmətli futbol azarkeşləri, görüş başa çatdı hər iki komandaya. Bugünkü oyuna görə təşəkkür edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. EFA-da 22 nömrə Elmir Budayev, oyunun ulduzu isə Qarabağın 9 nömrəli futbolçusu Ömər Şirəliyevdir. Və beləliklə Ömər Şirəliyev Gol TV-nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsiqəni təmin edir. Həmin turnir aprel ayında, mart ayının qalibləri ilə keçiriləcək. Sağ olun, gələn görüşlərə dək.